Bugünkü imtahana düşmüş testlərinin bir neçəsinə baxaq və bir yerdə həll etməyə çalışaq. Testin şərtinə görə choose the correct option, yəni düzgün variantı seçməliyik. Testə ümumi baxdıqda görürük ki, burada mübtəda və xəbər arasındakı uzlaşma əlaqəsinə görə cavablar düzgün seçilməlidir. Mübtəda əgər cəmdədirsə, onda cəmdə olan köməkçi feillər seçiləcək. Yox, əgər təkdədirsə, təkdə olan köməkçi feillər seçiləcək. Baxaq mübtədaya. The language courses, yəni dil kursları. Gördüyümüz kimi çox asan. Mübtəda cəmdədir deməli, feil də ona uyğun olaraq seçilməlidir. Are və were düzgün cavabdır. 2 və 3 Y variantı. Cümləni tərcümə edək. The language courses are approved by the Department of Education və ya were approved by the Department of Education. Növbəti testin cavablarında biz əzbər bildiyimiz faktları yadımıza salaq. Either orla işlənir, neither norla işlənir, not only but also ilə işlənir, both and ilə işlənir, neither norla işlənir. Baxaq, bu qaydaları yadımıza salandan sonra asanlıqla tapacağıq ki, A, B, C, D variantları yanlışdır. Düzgün cavab neither və nor idi. Neither the post office nor the bank was open. Yəni nə poçt, nə də ki bank açıq değildi. Növbəti sual I don't think belə başlanır. Nəzərə alaq ki, I don't think ilə başlanan cümlələr adətən gələcək zamanda olan bir feillə davam edir. Baxaq cümlələrə, daha doğrusu baxaq bəndlərə. I don't think you haven't to read. Haven't to deyə bir şey yoxdur ümumiyyətlə ingilis dilində. Ya don't have to, ya doesn't have to olmalıdır. İkincidə won't able. Won't able deyə bir şey yoxdur. Won't be able olmalıydı. Burada be yox. C variantında will be able, bu düzgün gəlir. D variantında will able deyə bir şey ola bilməz. Will be, orada be çatışmır. Y variantında should yazılıb. Shoulddan sonra to gələ bilməz. Deməli düzgün cavab will be able to. I don't think you will be able to read the whole novel in 2 weeks. Yəni düşünmürəm ki, sən bütöv bir novellanı 2 həftəyə oxuyacaqsan. Çox asan testlərdən biri də məhz bu testdir. Çünki orada biz last sözünü görürük. Last month, yəni keçən ay. Bu isə keçmiş zamanın ip ucu olan sözlərindən biridir. Sirli sözlərindən belə deyək. Daha doğrusu sirri açan sözlərindən biridir. Ona görə də keçmiş zamanı seçməliyik. Yəni, did you spend a lot of money in the market last month? Qalanları isə fərqli zamanların köməkçi feilləridir. Köməkçi və əsas feillər. Yenə də çox asan bir test qarşımızdadır. Burada nöqtələrdən sonra verilmiş sözün təkdə və ya cəmdə olmasına xüsusi diqqət eləməliyik. Trousers, yəni şalvar, bu cəmdə olan bir sözdür. Demək ki, ondan öncə gələn söz cəmi bildirməlidir, cəmlə ifadə olunmalıdır. Bunu düşünsək, D və Y variantını atırıq, qalan variantlar arasında qalmalıyıq və həmin bu cəmdə olan sözü ifadə edən əvəzlik də ona uyğun olaraq cəmdə olmalıdır. Demək ki, A və C variantındakı its sözləri, belə deyək, its əvəzlikləri yanlış. Düzgün cavab I like these trousers, but I don't like their color. Bu şalvarı xoşlayıram, amma onun rəngini xoşlamıram. Trousers sözü cəmdə olduğuna görə ondan sonra gələn əvəzlik də cəmdə olmalıdır. Onlar, onların və ya bunlar, onların. Yəni hər ikisi cəmi təmsil etməlidir.